35 nəfərdən ibarət olan Göyərçin rəqs ansamblı il yarımdakı fəaliyyət göstərir. Bu qrupu ümumi şəhər tədbirlərindəki çıxışlarından yəqin ki, çoxlarınız tanıyırsınız. Lakin ilk dəfədir ki, onlar solo konsert ilə çıxış etdilər. Bəs İnşaatçılar Mədəniyyət Sarayında keçirilən tədbirin təşkili hansı vəsait hesabına mümkün oldu? Bu uşaqların əyninin paltarıdır, məşq paltarlarıdır, çox çətinliklə başa gəlir. Valideynlərə təşəkkürümü bildirirəm ki, yəni imkanlı valideynlər, bu uşaqların arasında imkanlı valideynlər bir neçə nəfər var. Onların köməkliyi ilə, kimin nəyə gücü çatıb, inandırırsınız ki, uşağının boğazından kəsib, nə qədər bu istəyir, bu sənəti sevir, uşağının boğazından, ailəsindən kəsib, gətirib okulundan paltar istəyir. Konsertdə naz eyləmə, çobanlar, Mirzəyi, Turacı kimi xalq rəqsləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Ansambl iştirakçıları yalnız xalq deyil, hətta əcnəbi rəqsləri də məharətlə ifa etdilər. Uşaqların rəqsləri tamaşaçılara gözəl təəssürat bağışladı. Uşaqlar çox gözəl oynadı, rəqsləri əla, hamısı səhnədə özlərini aparmaqları, hamısı əladır. Əla, çox gözəl. Həmişə belə rəqslər təşkil eləsin, həmişə uşaqlarımız oynasın, gülsün. O belə qəşəng oynadı, mən böyük belə fəxrlə də baxdım. Məmnun olduq, sağ olsunlar. Bu ansambla uğurlar arzulayırıq. Xoşladım, xoşuma gəldi. Ən çox da Günildən xoşum gəldi. Balaca Günelin çıxışı isə yaşından asılı olmayaraq bütün zala toplaşanları valeh etdi. Mən səhnəyə çıxmamışdan əvvəl özümü həm həyəcan hiss edirdim, həm də çox sevinirdim. Mən gedən həm yaşlılar, rəqs eləyən həm yaşlılarıma arzu edirəm ki, onlar rəqsə axıra kimi geçsinlər. Çünki rəqs sağlamlıq deməkdir, həm də gözəllik deməkdir. Şəhərimizdə fəaliyyət göstərən rəqs qruplarının sayı az deyil. Lakin hələ ki, solo konsertlə çıxış etmək yalnız Göyərçin qrupuna qismət oldu. Mədinə Niknəcəd Vaqif İbrahim Xəlil, Xəbər Plus.